Hər kəsə salam. Masam üzərində Lenovo G560 şönənəsi bir laptopdur. Bu arada mənim bu daimi müştərimdir. Ona görə normalda köhnə modellərin təmirinə baxmıram və təbii ki, dediyim kimi daimi müştəri olduğuna görə və o səbəbdən təbii ki, müştəriyə etiraz etmək olmur. Nəyə görə normalda köhnə modellərə baxmıram? Komponent tapılması, bəzən ciddi problemlərdə yüksək məbləğ, yəni zaman çox alır və bir neçə komponent sıradan çıxarsa artıq onları tapmaq çox çətindir. Əsasən yeni nəsillərə daha çox, belə deyim, üzərində çalışmaq istəyirəm. Problem maraqlıdır və əsasən də maraqlı olduğu üçün bu, belə deyim, təmir prosesini də həmçinin qəbul etdim və istədim ki, kanalımızda bununla bağlı maraqlı bir video paylaşım etmiş olum. Problem nədir? Laptop normal qaydada işləyir, sadəcə tarix düzgün deyil. Bu bəsit sizə görünə bilər. Nəyə görə? İlk ağla gələn nədir? CMOS batareya sıradan çıxıb, dəyişdiririk, normal qaydada işləyir. Ancaq bunda elə deyil. CMOS batareya, bu arada üzərindəki olan CMOS batareya akkumulyator tiplidir, yəni rechargeable adlanır, yəni şarj edilib boşala bilən bir batareyadır. Çox uzun müddətli ömrü var bunların və bunun gərginliyi də qaydasındadır. Üzərindəki olan sistem sərt disk olduğuna gec açılacaq. Oraları mən ötürəcəyəm. Laptop start aldı. İlk öncə BIOS menyuya keçid edirəm. 2025-ci il hal-hazırda 23.09.06 tarixə ehtiyacı yoxdur. Sadəcə mən buradan 2025 olaraq təyin edirəm. Amma indi isə normalda, yəni buradakı tarix nədirsə, əməliyyat sistemində keçdiyi zaman hər hansı bir internet qoşulma yoxdursa, birbaşa olaraq avtomatik bu tarixi götürməsi lazımdır. Çünki real time eyni bərabər əməliyyat sistemi ilə birlikdə işləyir. Sistem yüklənsin. Dedim ki, üzərində hard disk olduğuna görə biraz gec yüklənmə olacaq. Əməliyyat sistemimiz açıldı və tarix yanvarın 1-i 2019-cu il. Təbii ki, bunu dəyişdirərək normal qaydada istifadə etmək olur. Əslində bu tarixin ümumi olaraq kompüterin işləməsinə heç bir problem yoxdur. Sadəcə soft tərəf tarix üzərinə qurulur. Yəni softun işləməsi mexanizmi proqramlaşdırmada işləyənlər bilər. Tarix üzərinə qurulur. Yəni müəyyən bir tarixdən sonra proqram işləmir. Əsasən də internet üzərində demək olar ki, istifadə olunur. Çünki hər dəfə istifadəçi tarixi düzəltməli olur. İndi isə restartı birbaşa BIOS menyuya keçid edəcəyəm. BIOS menyuya keçid etdik və burada 2025 olaraq hələ də qalır. Yəni əməliyyat, bu arada əməliyyat sistemi dəyişdirilib, əməliyyat sistemi ilə bağlı hər hansı bir problem yoxdur. Ancaq tarix 2025-dir. İndi isə nə edəcəyəm? Sistem yenidən açılır. Dediyim ki, çox qəribə bir problem var. Sistem açılsın. İndi isə tarix buradan dəyişdirilir və hələ də bu arada yanvarın 1 2019-cu ildir. Tamam, tarixi dəyişdirim. 2025 noyabr və 5. Sadə təmas etmirəm, hər hansı dəyişiklik etmirəm. Yenidən restart. Çox qəribə problem var. Deməli, burada dəyişiklik edirsən, restart verdiyində, BIOS-a daxil olanda BIOS sıfırlanır, tarix bölməsi və yaxud da söndürdüyün zaman yenidən sıfırlanır. Yəni, anormalda dediyim kimi sabitliyi yoxdur bu problemin. Və BIOS-a keçid edirəm və maraqlı bir, yəqin ki, kameradan görünür. Yaxınlaşdırım biraz. Tamam, baxın. Deməli, əməliyyat sistemindən tarix dəyişilən kimi burada tamamilə sıfırlayır. Bu arada, baxın, 20 neçə saniyədən başlayır. Yəni, CMOS blok öz-özünə resetlənir. Bunu ayıraq. Belə. İndi isə bu problem nədən qaynaqlanır əsasən? Bununla bağlı, bunu yavaşca sökün mən. İzahı verə-verə sökün bunu. Bu problem əsasən qaynaqlanır CMOS batareyadan. Yəni,
2032 varsa 2032. Bunda isə ML1220'dir. Dediyim kimi doldurulan bilən bir batarya tipidir. Bunu da çıxartdıq kənara. Bizim CMOS bataryamız buradadır. Ümumiyyətlə bu tip problemlərdə ilk ağla gələn CMOS batareyadır. CMOS batareya dəyişdirilir. Yəni əksər hallarda CMOS batareya dəyişdirilir, bu problem aradan qalxır. Ancaq bir şey diqqətinizə çatdırmış ki, CMOS-un problemi də normalda, yəni saatı dəyişdirdikdən sonra, yəni qida mənbəyi daim aktivdirsə, DC və AC tərəf aktivdirsə, yəni heç əgər DC-də gərginlik saxlayırsa, CMOS sıfırlanmır. Çünki DC tərəfdən də əslində qidalanma istifadə edilir bilər anakart dizaynında, həm də AC tərəfində. Ancaq onların hər ikisi ayrıldığı zaman, əgər CMOS gərginliyi çox aşağıdırsa, o zaman təbii ki, bu proses yəni resetlənir. Normalda 2.7 voltajın, yəni Intel səhifəsində də qeyd edilir, 2.6-nın aşağına düşdüyü zaman, üzr istəyirəm, 2.7 voltajın gərginliyi aşağı düşdüyü zaman artıq CMOS reset vəziyyətindədir, yəni kritik həddir və normalda CMOS batareya dəyişdirilməsi lazımdır. Ancaq burada problem tam fərqlidir. BIOS-da görülən sistem üzərində görünmür. Sistemdə sağda birbaşa müdaxilə edilən kimi əsas BIOS menüsunda isə real time tamamilə sıfırlanır. Edəcəyim proses CMOS batareyanın gərginliyini ölçürəm. 2.96 normaldır əslində bu. Onsuz da bu şarj edilən bir ML1220'dir. Şarj edilən bir batareyadır. Və burada artıq CMOS problemi deyil. Ancaq burada hər hansı gərginlik düşümü olardısa dəyişdirilməli idi, dəyişdirilir. Ancaq bu problemlə birbaşa əlaqəsi yoxdur. Yəni ilkin olaraq yəni bu CMOS-un sıfırlansa belə bu tip, yəni CMOS-un gərginliyi aşağı olsa belə bu tip problem olmalı deyil. Burada ehtimallar nələrdir? Ən çox ehtimal EEPROM-la qaynaqlıdır. Proqram təminatı ilə bağlı ola bilər, bəli ola bilər. Proqram təminatı nə edəcəyəm? BIOS EEPROM-umuzun yenidən flash, SPI flashımızı yenidən proqramlayacağım. Görək problem düzəlirmi? Düzəlmədiyi müddətdə buna bənzər bir neçə model qarşılaşmışam. Əslində bu problem çox nadir hallarda baş verir. Bu 32 kHz-li bir clock siqnalından da qaynaqlana bilir, referans clock siqnalından da qaynaqlana bilir. Dediyim kimi, EEPROM-umuz yenidən proqramlanacaq. Ən son, çox nadir hallarda düşünürəm, çox problem olarım, PCH chipsetimizdə qaynaqlı ola bilər. CMOS dövrəsində anormallıq olarsa, əslində bu tip problemlər də ortaya çıxır. Ancaq dediyim kimi, 32 kHz-li referans clock siqnalından da bu qaynaqlana bilir. Deməli, burada bizim 25 MHz bu PCH üçündür. Startdan sonra aktiv olur. Buradakı deməli, buradakı isə RTC 32 kHz-li bir siqnaldır. Burada da bir deyəndə U14 kontrol istifadə edirlər. Bunu sxem üzərindən təyin etdikdən sonra biləcəm. Hələ ki, bunlara müdaxilə etmirəm. SPI flashımızı yenidən proqramlayaq, nəticəyə baxaq. EEPROM SPI flashımızı yenidən proqramladım. O prosesi çəkməyə ehtiyac duymadım açığı. Yəni ehtiyac yoxdur düşünürəm ki, bu tip kiçik proseslərə videoda çox uzun olmasın deyə. Hal-hazırdakı vəziyyətdə EEPROM proqramlanıb və nəticə yenə eyni olaraq qalır. Bu arada sistem açıldı. Mən yenə də buradan tarix 2025 sistemi açdığım zaman isə hələ də 2019-cu il qalmışdı. Nə edəcəyəm? İndi isə edəcəyim proses EEPROM-un özünü dəyişdirməkdir. Çünki bu EEPROM-un daxili problemi də ola bilər və ilk öncə EEPROM-dan, daha doğrusu birinci proqram təminatı, indi isə EEPROM-umuzu dəyişdirək. EEPROM-umuzu dəyişdirdim. Bu arada BIOS menuya keçid etdim və orada ümumiyyətlə tarixlə bağlı hər hansı bir müdaxilə etmədim. Normalda tarixlə bağlı hər hansı müdaxilə etsək və etməsəm belə, burada açdığımda 2019-cu il göstərirdi. Amma hal-hazırda 2009-cu ili, yəni BIOS-da hansı tarixdirsə, hal-hazırda bu qaydasındadır. İndi isə edəcəyim proses tariximizi sadəcə buradan 2025-ci il seçirəm.
Başqa bir dəyişiklik noyabrın 5-i seçim. Zamanla bağlı dəyişik etmirəm. Bu qədər. İndi isə sistemə restart verək. BIOS-a keçid edəcəm və baxaq görək ki, BIOS-da, yəni dəyişdirdiyim tarix normalda qalması lazımdır. Ancaq əvvəlki versiyada dəyişdirdiyim anda bu, yəni BIOS menusunda da tarix resetlənirdi və keçid edək. Bəli, təəssüf ki, problem hələ də olaraq qalır. Hal-hazırda 2009-cu ildir. Gəlin belə bir proses edəcəyəm. 2025-ci il, 5 işləmin, buradan 5 yazaq, yaxşı. 2025, tamam. F10 yaddaşa verək, çıxaq, sistem açılsın. Əməli sistemi açıldı və yenə də təəssüf ki, 2019-cu il olaraq qalır. Yəni, problem EEPROM-la da həll olunmadı. Növbəti və son addım olaraq RTC kristalını dəyişdirdim. Bu çox kiçikdir. Bilmirəm, burada görünə yoxsa yox. Bu bizim 32 kHz-li Real Time Clock dövrəsinin əsas ana kristaldır. Əslində problem tam başından kristalla qaynaqlıydı. Az sonra kristalın da ölçümünü edərik. Daha sonra laptop üzərində də bir tarixə baxacaq. Bu kristalın dəyişməsi ilə bu problem həll olunur. Nəyə görə mən digər prosesləri etdim? İlk öncə hər zaman düşündüyümüz RTC batareya, yəni 32 kHz-li, yəni RTC dövrəsinin ana voltajını təmin edən bizim batareyamız. Normalda batareyada əslində gərginlik düşümü olarsa, kristalımız sayğacı sıfırdan başlamağa doğru gedir. Yəni sıfır olarsa, qida bloku bağlandığı anda kristal osilator dövrəmiz işə düşür və sayğac sıfırdan başlamağa başlayır. Ancaq bunda elə deyildi. Yəni anormaldır. Sistem də fərqli, BIOS da fərqli. BIOS-da misal daim qalırdı. Amma əməl sisteminə düşdüyü zaman anormal şəkildə bu tarixdə həm saat, əsasən ili qeyd edim. Çünki zamana çox, yəni dəqiqə, saat kimi bunlara fikir vermədim. İldə ciddi bir sürüşmə vardı. Aşağı-yuxarı, yəni aşağı edib dəyişdirirdim. BIOS-da daha yüksək, daha aşağı düşürdü. Yəni anormallıq bu haldaydı. EEPROM. EEPROM-dan qaynaqlana bilir. Nəyə görə EEPROM-u mən dəyişdirdim? Əslində bu etapları izah edirəm ki, bu tip problemlərdə bu əsas 3 ana komponentin ölçülməsi və dəyişdirilməsi lazımdır. Çünki anakart işə düşdükdə BIOS, RTC, yəni PCH daxilindəki sayğacın dəyərlərini oxuyur. O dəyərləri görə onsuz ki, bu həm BIOS menusunda yansıyır, həm də əməliyyat sistemi tərəfindən bizim tarixlərimiz qeyd olunur. Ancaq bu sayğacın ana kökü 32 kHz-li kristalımızdır. Nəyə görə kristal, yəni bəzən çoxları düşünə bilər ki, kristalın burada nə əlaqəsi? Ancaq anakartın çalışma algoritması RTC dövrəsinin tam olaraq nəyə xidmət etdiyini bildikdən sonra burada birbaşa əslində RTC-nin kristalını dəyişdirməyimiz kifayət edir. Ancaq bəzi ehtimal olur ki, bu BIOS EEPROM-la da, çünki dediyim kimi BIOS daxilindəki proqram təminatı ilə RTC dövrəsindəki sayğacı oxuyur və dekodinq edir. Yenə də burada BIOS önəmli faktordur. Çünki onsuz da onu birbaşa oxumaq üçün BIOS daxili konkurensiyasına ehtiyac var. Yəni bu EEPROM sayəsində sayğacımızı oxuya bilir. Kristalımızda ən böyük problemlərindən birisi əslində siqnalın, yəni deyəlim ki, saniyənin titrəşimi, belə deyək də, o titrəşimin anlıq olaraq ya az, ya da çox titrəşim etməsidir və bu titrəşimdə ümumiyyətlə zaman aralığı olarsa, avtomatik olaraq bu həm sistem olsun, həm BIOS menusu olsun qarışacaq. Yəni sayğac düzgün işləməyəcək, il atlaması olur və yaxud da saat dəyişməsi olur. Misal,
tarixi qoyursan 1 saat dala çəkir. Əslində bu sayğacın, yəni kristalın osilator dövrəsinin titreşimi, yəni bu kristalın titreşimindəki amplitudun dəyişməsidir. Yəni anormal şəkildə titreşim olur. Və bu titreşim dəyişərsə birbaşa RTC dövrəsinə təsir edir. Çünki RTC dövrəsi, real time clock dövrəsi əslində referans clock siqnalı sayəsində hesablanır. Və onun titreşimlər sayəsində saniyələr hesablanır, illər hesablanır, günlər və s. İndi isə nə edəcəyəm? Qida blokunu bağlayaq. Düşünürəm ki, burada bu dövrənin məntiqini başa düşdünüz. Bu dövrə ilə də bağlı məlumat Intelin də rəsmi PDF sənədlərində də qeyd edilir. PCH-in versiyasına görə buradakı PCH HM55-dir. Fərq etməz, digər modellərdə də ümumiyyətlə real time clock dövrəsi haqqında geniş məlumat var. Qida blokumuz bağlıdır. Anakart start almır, çünki real time clock dövrəsi, RTC dövrəsi start almadan işə düşən bir dövrədir. Yəni bunun start alıb almaması önəmli deyil bizim ölçümümüz üçün. Burada da kiçik bir oynama olacaq. Bu normaldır, amma ideal olaraq 32, 33 aşağı yuxarı, yəni bunu tam 32 kHz olaraq götürürük. Siqnalımız da qaydasındadır. Buradakı titreşimlər, parazitlər normaldır. Ətrafdan elektromanyetik dalğaları sayəsində, daha doğrusu təsirindən orada osiloqraf ekranımızda titreşimlərdə fərq ola bilər. Laptop tam toparlanıb. Son testimizi edək. Bu arada problem aradan qalxıb. Bir dəqiqə qida blokunu aktiv edim. BIOS menüyə keçid edirəm ilk öncə. Hal-hazırda tarix düzgündür. Sistemə keçid edək. Əməliyyat sistemindən də biz tarixə baxaq. Noyabr 2005, 7-si saata tam doğru göstərir. Bu qədər təmir prosesimiz yekunlaşdı. Ümumiyyətlə, nəyə görə problem vardı, bununla bağlı da məlumat verdim və qeyd edim ki, ümumiyyətlə, bu kristalın sıradan çıxması əslində bir müddət sonra əslində ömrünü bitirməsidir bunun. Yəni, bir müddət sonra əslində yavaş-yavaş keyfiyyətini itirir. Bir də bəzi hallarda kristal dəyişdirdikdən sonra nəticə olmasa, osilator dövrəsinin əsas, yəni osilasyonun düzgün şəkildə, stabil şəkildə qalması üçün istifadə olunan 10-12 pikofaradlıq SMD tipli kondensatorlardan istifadə edilir. Onlardan da qaynaqlana bilər. Bəzən kondensator qaynaqlı bir problem ola bilər. Yəni, bu tip problemlərə kondensatorun özü də təsir edə bilər. Bu qədər. Növbəti videomuzda görüşərik. Sağ olun.